Salam aleykum. Bugün inşallah sizə Utindi şərbəti və qarazirə şərbəti haqqında məlumat vermək istəyirəm. Utindi şərbəti bilirsiniz ki, ölümdən başqa hər şeyə faydalıdır. Hər şeyə. Qarazirə şərbəti immun sistemini qaldırır, hormon tənzimləyicidir, antibakterialdır. Utindi öskürəyin kökünü kəsir. İnşallah. Demək, bunlar birlikdə içiləndə mükəmməl fayda verir. Birlikdə içiləndə. Bunları qarışdırmaq daha gözəldir, qarışdırmaq. İnşallah mən bunları qarışdırım sizə göstəreyim Allahın izni ilə. Açın bir dənə bunları. Açın göstərirəm. Bismillah. Demək, ilk öncə Utindi şərbətini tökürəm. Birlikdə bunlar içiləndə daha mükəmməl olur. İmmun sistemini qaldırmaq üçün gözəl vasitədir, bax bu. Soyuqda qalıb deyə biraz bərkiyib. Ağzını da bağlayırıq. Bunu qəşəng qarışdırırıq belə. İkisinin birlikdə içiləndə tükənməz fayda. Bunun içilməsi biraz belə deyim də, Utindi və çörək otu biraz acı olduğu üçün, içilməsi biraz çətin olduğu üçün həm uşaqlar üçün, həm böyüklər üçün bunu belə deyim də, belə düzəltdilər ki, asanlaşdırdılar, insanlar rahatlıqla içsin. Uşaqlar çay qaşığı ilə içə bilər, böyüklər isə səhər axşam bir orta xörək qaşığı məsləhət görürəm ki, içsinlər. Bir orta xörək qaşığı. Bismillah. Yəni immuniteti qaldırmaq üçün, xəstəliklərdən qorunmaq üçün, amma şəkər xəstələrindən tövsiyə eləmirəm. Çünki şirinliyi var biraz. Bismillah. Belə. Dad da yaxşıdır. Çox gözəldir. Hər kəsə tövsiyə edirəm. Yəni ki, xəstəliklərdən qorunmaq üçün, immun sistemi yüksək saxlamaq üçün ən azından bunu eləyə bilərsiniz Allahın izni ilə. Bütün fitoklublarda var. Yesamində də var inşallah ki, bunlardan ala bilərsiniz.